Deməli, Friendship and Romance uşaqlar bitiririk. Çox az qalıb. 4 mövzu qalıb və 4 mövzuya artıq bu səviyyəni bitirib keçirik. Ancaq cümlə strukturları artıq A2 səviyyəsində özümüzü tam şəkildə ifadə edə biləcəyik. Qarşımızdakı insanla danışa biləcəyik, ünsiyyət qura biləcəyik və bu mövzunda da sadəcə təmkinli şəkildə, səbirli şəkildə sözləri öyrənmək lazımdır. Baxın, mən ağlıma belə bir sual gəldi ki, insanlar düşünə bilərlər ki, müəllim, bu bəzi videolar 1 dəqiqəlikdir, dərs 1 dəqiqəlik olmur axı. Sizi inandırıram ki, 1 dəqiqəlik olur. Bilirsiniz nəyə görə? Çünki mən burada yalandan oturub, məsələn, siz deyək ki, real burada oturmuş tələbələrsiniz. Mən bu dərsləri qəşəng uzaldıram ki, deyərəm ki, bu cümləndir. İndi Əhməd, sən o cümləndir. Məmməd, sən bu cümləni bu şəkildədir. Yəni, bunu siz özünüz zaten evdə eləyəcəksiniz. Deyə bilərəm ki, indi buna gəlin qulaq asaq. Bastım səsi, başladı bir 10 dəqiqə nəyəsə qulaq astıq. Nə get 10 dəqiqə getmiş oldu. Yəni bunun üçün mən lazım deyiləm. Sizə lazım olan hissəsi bax bu mənim danışdığım qədərdir. Biləsiz ki, nə edəcəksiniz? Çünki əsas qrammatik o cümlə strukturları A2 səviyyəsində başlayacaq və sadəcə sözləri öyrənirik, hiss eləyərək öyrənirik. Yəni bir love deyəndə içinizdən o sevgini tam şəkildə hiss eləməyə çalışın. Happiness deyəndə özünüzü xoşbəxt hiss eləyin. Yəni happiness nə idi? Xoşbəxtlik, hə, belə yox. Happiness, bir dənə adın özündə xoşbəxtlik var. O hərflərin bir gözünüzün qabağına gəlsin və necə birləşib həqiqətən xoşbəxtlik yaratdığını hiss eləməyə çalışın. Bax, onda siz o sözü bir ingilis kimi hiss eləmiş olacaqsınız. Nəinki belə, happiness nədir? Xoşbəxtlik. Table nədir? Stol. Bu şəkildə. Deməli, bu mövzunu bitirirsiniz, imtahanını verirsiniz. Növbəti mövzuda görüşürük. Özünüzə yaxşı baxın.